Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Klubu Brok şirkətindən hər birini salamlayıram. Bugün sizinlə günləş bazar analizi paylaşacaq. İlk öncə fundamental xəbərlərə diqqət yetirək. Belə ki, hörmətli izləyicilər, bu həftə ən vacib göstəricilərdən birisi olan Non-Farm Payrolls və eyni zamanda Amerikadan ümumi işsizlik səviyyəsi ilə bağlı göstəricilər açıqlanmış olacaq. Və investorlar bu xəbərləri yaxından izləyəcəklər. Bir öncəki dəfə, yəni aprel ayı üçün Non-Farm Payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində yaradılan iş yerlərinin sayı 177 min olaraq açıqlanmışdı. May ayı üçün isə, yəni bu gün açıqlanacaq may ayının göstəricisində isə yeni iş yerlərinin, yəni qeyri-kənd təsərrüfatı sahəsində yaradılan iş yerlərinin sayının 126 min olacağı proqnoz edilir. Əlavə olaraq, hörmətli izləyicilər, bildiyiniz kimi son 3 aydır ki, ümumi işsizlik səviyyəsi təxminən 4,2% ətrafında açıqlanır. Əgər bu gün açıqlanacaq göstəricilərdə nəticələr proqnoz ediləndən daha negativ, yəni ümumi işsizlik səviyyəsində artım və eyni zamanda Non-Farm Payrolls-da proqnoz edilən 126 mindən daha aşağı bir nəticə açıqlanarsa, bu öz növbəsində dollara ciddi şəkildə negativ təsir edə bilər. Çünki bu əmək bazarının negativ tendensiyanın davam etdiyini göstərə bilər və federal ehtiyatların faizləri aşağı salması ilə bağlı ehtimallar yüksəlmiş olar. Eyni zamanda Trump da federal ehtiyatları bir neçə dəfə öz şəxsi sosial şəbəkəsindən birbaşa federal ehtiyatların sədrinin adını çəkərək, hətta bəzən onu ağır şəkildə tənqid edərək faiz dərəcəsini aşağı salmasını istəyirdi. Və belə olan halda təbii ki, əmək bazarından nəticələr negativ gələrsə, faiz dərəcəsinin aşağı düşmə ehtimalı yüksələ bilər. Əlavə olaraq, hörmətli izləyicilər, Trump ümumiyyətlə büdcə müzakirələrində borc öhdəyi ilə bağlı limitin aradan qaldırılmasını tələb edir. Təbii bu da bir mənada dollara negativ təsir edə bilər. Çünki onlar borc limitinin, yəni hökumətin borc limitinin qaldırılmasını, hökumətin istədiyi qədər borclana biləcəyi ilə bağlı bir mənada sərhədləri, məhdudiyyətləri aradan qaldırmaq istəyirlər ki, bu da öz növbəsində Amerikanın ümumi borcunu artıra bilər. Əlavə olaraq, hörmətli izləyicilər, Donald Trump Big Beautiful Act dediyi, yəni böyük, gözəl qanun layihəsini həyata keçirmək istəyir. Bu qanun layihəsi ilə bir mənada o vergiləri azaltmaq istəyir, ümumiyyətlə və eyni zamanda tibbi yardım və sair sahəsində, bəzi sosial xidmətlər sahəsində işçiləri ixtisar etmək istəyir və ümumi fonda bu aktın nəticəsində Amerikanın borcu növbəti 10 il ərzində 2,4 trilyondan 5 trilyona, yəni 2,4-5 trilyon arası arta bilər və bunu da hal-hazırda Amerikanın borcu təxminən 36 trilyon dollardır və bu borc təbii ki 40 trilyon dollara çata bilər ki, hansı ki bu da dayanılmaz bir, belə deyək, idarə olunmaz səviyyə ola bilər. Və bundan dolayı da Elon Musk qəti şəkildə buna qarşı çıxdı və hətta bu qanun layihəsini iğrənc bir yanaşma olaraq adlandırmış oldu. Və bütün bunların fonunda, hörmətli izləyicilər, əgər bu qanun layihəsinə keçərsə və eyni zamanda əmək bazarı ilə bağlı negativ, belə deyək, göstəricilər açıqlanarsa, bu dollara kəskin şəkildə negativ təsir edilir və dollar indeksi uzun vədədə ümumiyyətlə ucuzlaşa bilər. Gün ərzində, hörmətli izləyicilər, texniki analiz nöqteyi-nəzərdən baxsaq, 4 iyunda əslində dollar indeksində satış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə diqqət etirsəniz və həmin səviyyənin altında bağlanması ilə dollarda satış siqnalı yaranmışdı. 5 iyun tarixində dollarda faktiki olaraq satış davam elədi. Bu gün ərzində dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 98,582 səviyyəsini qırıb, onun üzərində bağlanmazsa, biz dollar indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Qeyd etdiyimiz kimi, hörmətli izləyicilər, ümumi fonda və uzun vədədə baxdıqda biz hələlik dollar indeksinin ucuzlaşacağını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Dünən Avropa Mərkəzi Bankı faiz dərəcəsini endirmiş oldu. Bildiyimiz kimi faiz dərəcəsi 2,40% idi və 2,15%-ə endiriləcəyi proqnoz edilmişdi və bunu bir öncəki videomuzda da qeyd etmişdik və Avropa Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı. Qeyd edək ki, Avropa Birliyində inflyasiya da aşağı açıqlanmışdı. Belə ki, inflyasiya 1,9% olaraq olmuşdu və bundan dolayı da bir mənada Avropa Mərkəzi Bankı artıq 7-ci dəfədir faiz dərəcəsini aşağı salmış oldu. Təbii, avronun yüksəlməsi bir mənada Avrozon iqtisadiyyatına negativ təsir edir. Yəni, onun ixrac potensialına negativ təsir edir. Bunu bir neçə dəfə qeyd etmişik. Lakin buna baxmayaraq, faiz dərəcəsinin aşağı düşməsinə baxmayaraq, avro-dollar yuxarı qalxmış oldu. Yəni, sürətlə yüksəlmiş oldu və yenə də həmin, belə deyək, həmin günün ikinci
müqavimət səviyyəsini test etdikdən sonra yenidən satıcılar bazara daxil olur və diqqət etirsəniz, bazarı birinci müqavimət səviyyəsinin altında bağlanmış olur. Yəni, avroda əslində satışlar güclü olmaqda davam edir. Gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.149-15 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərinə bağlanmazsa, biz avro-dollarda enişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda da, hörmətli izləyicilər, bu gün eyni zamanda avrozonadan ÜDM, ümumi daxili məhsul, yəni GDP açıqlanacaq və ÜDM-nin illik əsasda 1.2% olacağı proqnoz edilir. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü diqqət etsəniz, 2 iyun tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırılması və hətta ikinci müqavimət səviyyəsinin üzərində bağlanmaqla alış siqnalı yaranmışdır və diqqət etsəniz, həmin tarixdən etibarən 1, 2, 3 gün GBP-USD yüksələn trenddə davam etmiş oldu. Yəni, günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilmiş oldu. Və bu gün də bu günün birinci dəstək səviyyəsi olan 1.35-351 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin, hörmətli izləyicilər, bu gün Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər bazarda əsas istiqaməti təyin edən, belə deyək, xəbərlər olacaqdır. Ondan dolayı da həmin xəbərləri diqqətlə izləmək lazımdır. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da 2 iyunda yaranmış alış siqnalı hələ də dominantdır. Diqqət etirsəniz, həmin gündən etibarən bazar yalnızca yüksəliş trendi ilə davam edir və günlər üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət edilir. Lakin dünənlərin bir mənada bazar artıq range içərisində qalıb. Çünki həm birinci müqavimət səviyyəsini test edib, lakin satıcılar bazara daxil olub, həm də birinci dəstək səviyyəsini test edib, orada da kiçik həcmdə alıcılar bazara daxil olub və bir mənada qızılın qiyməti birinci dəstək və birinci müqavimət səviyyəsinin arasında bağlanıb. Yəni, bazar hal-hazırda gözləmə mövqeyindədir. Gün ərzində Amerikadan əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər bir mənada qızılın istiqamətini də təsir edən faktor olacaq. Bu günün birinci müqavimət səviyyəsi qırılıb, yəni 3390 səviyyəsi qırılıb, onun üzərində bağlanarsa, biz qızılda yüksəlişin və yaxud əksinə bu günün birinci dəstək səviyyəsinin qırılıb, onun altına bağlanması ilə, yəni 3326 dollar səviyyəsinin qırılıb, onun altına bağlanması ilə biz qızılda aşağı yönlü korreksiyanın şahidi ola bilərik. Lakin bir mənalı qeyd etmək lazımdır, hörmətli izləyicilər, dolların ucuzlaşması çox böyük ehtimaldır və belə olan halda, xüsusilə Amerikanın borc probleminin çox ciddi, belə deyək, idarə olunmaz bir səviyyə gələcəyi halda qızılda hələlik biz uzun vədədə enişin davam edəcəyini söyləyə bilmərik. Ondan dolayı, hörmətli izləyicilər, qızılda aşağı yönlü korreksiyalar əslində alış yönlü böyük fürsətlər yaratmış olur ki, biz uzun vədədə qızılın hələ yüksələcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. Diqqət etirsəniz, S&P 500 indeksi də 2 may tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırılması və onun üzərində bağlaması əslində alış siqnalı yaranmışdır. Və diqqət etirsəniz, növbəti gündə, yəni 3 iyunda, 4 iyunda S&P 500 indeksi yüksəliş trendi ilə davam etdi və günlər üzrə yəni birinci dəstək səviyyələrinin üzərinə bağlanmış olur. Dünən də əslində S&P 500 indeksində yüksəliş davam edirdi. Lakin Trump və Musk arasında gərginliyin artması, onların bir-birinə söz atması öz şəxsi sosial şəbəkələrindən bir mənada bir-birlərini hətta təhqir edər səviyyəsində söz atması Tesla səhmlərinin kəskin ucuzlaşmasına səbəb oldu ki, bildiyimiz kimi Tesla möhtəşəm 7-liyə daxil olan və S&P 500 indeksinə daxil olan bir şirkətdir və Tesla'nın səhmləri təxminən 15% dəyər itirmiş oldu ki, bu da təbii öz növbəsində digər texnoloji şirkəti və eyni zamanda S&P 500 indeksinə də neqativ təsir etmiş oldu. Və diqqət etirsəniz, dünənlərin S&P 500 indeksi hətta həmin günün birinci dəstək səviyyəsini qırdı və hətta üçüncü dəstək səviyyəsinin altında bağlanmış oldu ki, bu da əslində S&P 500 indeksində satış siqnalı deməkdir. Və bu gün ərzində S&P 500 indeksi nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 5998 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində enişin davam edəcəyini proqnoz edə bilərik. Lakin xüsusilə bu gün əmək bazarından açıqlanacaq göstəricilər fonunda biz S&P 500 indeksini istiqaməti daha dəqiq təyin edə biləcəyik. Çünki əgər əmək bazarında göstəricilər neqativ açıqlanarsa, bu federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalını yüksəldə bilər və bu da öz növbəsində S&P 500 indeksində yüksəlişə səbəb ola bilər. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.